Bütün zamanların ən böyük səyyahı kim olub, heç düşünmüsünüz? Yəqin ki, ağlınıza ilk gələn adlar Marco Polo ya da bəlkə də Kolumdu, elə deyilmi? Amma sizə desəm ki, onlardan qat-qat çox yol qət etmiş, ancaq adı çox vaxt kölgədə qalmış biri var. Gəlin bugün məhz o şəxsin, İbn Bətutənin inanılmaz hekayəsinə səyahət edək. Bəli, bu suala çox vaxt standart cavab Marco Polo olur və o, həqiqətən də böyük işlər görüb, buna şübhə yoxdur. Ancaq bugün tanış olacağımız səyyah, səyahətinin miqyasına görə onu dəfələrlə geridə qoyur. İndi bir anlıq təsəvvür edin. Gənc bir alimsiniz və sadəcə Məkkəyə həcc ziyarətinə yola düşmüşdünüz. Amma İskəndəriyyədə bir şeyx sizə baxıb bu sözləri deyir. Sən təkcə Məkkəyə yox, Hindistana, Sində və hətta uzaq Çinə getməlisən. Bax bu sözlər sadə bir ziyarəti ömürlük bir missiyaya çevirən o qığılcım oldu. Beləcə, bir kəhanətlə İbn Bəttutənin səyahəti başladı. Adi bir həcc ziyarəti məqsədi bütün dünyanı əhatə edən bir axtarışa çevrildi. Hər şey əslində çox sadə başlamışdı. 14-cü əsr mərakeşli gənc bir adam, tək bir məqsədi var, Məkkəyə gedib dini borcunu yerinə yetirmək. Amma o, evdən çıxanda heç ağlına gətirə bilməzdi ki, bu gedişin dönüşü düz 24 il çəkəcək. İbn Bətutənin səyahətləri onu təkcə fərqli coğrafiyalara aparmadı, həm də insan təbiətinin ən kəskin ziddiyyətləri ilə üz-üzə qoydu. Bir tərəfdə sultanların sərhədsiz gücü və qəddarlığı, o biri tərəfdə isə adi insanların inanılmaz mərhəməti. Və bu ziddiyyətlərin bəlkə də ən bariz nümunəsi Dehli sultanı idi. Bu hökmdar elə bir adam idi ki, hədsiz səxavətlə inanılmaz qəddarlığı eyni anda özündə birləşdirirdi. İbn Bətutə də bunu öz qeydlərində çox açıq şəkildə təsvir edir. Sadəcə bir rəqəm deyim, təsəvvür edin. 10.000 gümüş dinar. Bu o dövr üçün ağlasığmaz bir sərvət idi və sultan bu məbləği heç üzünü görmədiyi, sadəcə adını eşitdiyi uzaq bir ölkədəki alimə hədiyyə göndərmişdi. Bax, onun səxavətinin miqyası bu cür idi. Amma İbn Bətuta eyni adam haqqında yazır ki, o, insanlar arasında hədiyyə verməyə ən çox meyilli olan olduğu qədər, həm də ən çox qan tökən idi. Bu iki cümlə əslində İbn Bətutənin gəzdiyi dünyanın nə qədər mürəkkəb, təzadlı və bəzən də təhlükəli olduğunu bizə göstərir. İndi gəlin sultanların o səsküylü qanlı saraylarından çıxıb Dəməşqin sakit küçələrinə enək. Çünki İbn Bətutə burada gücdən tamamilə fərqli, daha dərin bir zənginliyə şahid olur, insan mərhəmətinə. Onun gözü təkcə böyük hadisələri deyil, bax belə kiçik anları da tuturdu. Bu hekayə doğrudan da çox təsirlidir. Dəməşqdə sınıq qablar vəqfi deyilən bir fond var imiş. Deməli, əgər bir xidmətçi səhvən qiymətli bir qabı sındırsa, cəzadan qorxmaq əvəzinə sınıqları bu vəqfə aparırdı. Vəqf də ona yenisini almaq üçün pul verirdi ki, sahibi onu danlamasın. Bu, sultanların sərvətindən fərqli bir cəmiyyətin əsl zənginliyini, yəni mərhəmətini göstərən necə də gözəl bir detaldır. İbn Bətutənin qeydlərini maraqlı edən təkcə böyük hadisələr deyil, həm də gündəlik həyatın o qəribə, bəzən də gülməli təfərrüatlarıdır. Onun səyyah dəftərçəsi sanki o dövrün National Geographic jurnalı kimidir. Məsələn, Ərəbistan yarımadasındakı Zufar şəhərini götürək. İbn Bətutə gördüklərindən heyrətə gəlir. Bir tərəfdən yazır ki, bazarları gördüyüm ən çirkli, ən üfunətli yerlərdir. Hətta qoyunlara ot əvəzinə sardina balığı verirlər. Amma o biri tərəfdən də əlavə edir ki, bu şəraitdə yaşayan insanlar inanılmaz dərəcədə təvazökar və yüksək əxlaqlıdır. Bax, bu cür detallar onun müşahidə qabiliyyətinin nə qədər kəskin olduğunu göstərir. Və ya düşünün, ömründə ilk dəfə kakos görən bir adamın heyrətini. Onun üçün bu sadə bir meyvə deyil, əsl möcüzədir. Heyranlıqla qeyd edir ki, yerli əhali bu meyvənin hər bir hissəsindən necə məharətli istifadə edir. Ondan süd alırlar, yağ çəkirlər, bal hazırlayırlar, hətta qabığını manqalda bişirəndə deyir dadı eynən quzu ətinə oxşuyur. Bu, İbn Bətutənin təkcə insanları yox, təbiətin mədəniyyətləri necə formalaşdırdığını da anlamağa çalışdığını göstərir. Amma bütün bu rəngarəng hekayələr bir şeyi unutturmasın. İbn Bətutənin səyahəti bir tətil deyildi, əyləncə heç deyildi. Bu, hər şeydən əvvəl bir alimin bitib tükənməyən bilik axtarışı idi. Bəli, onu sadəcə bir maceraçı kimi görmək böyük səhv olardı. O, ilk növbədə öz dövrünün çox hörmətli bir hüquqşünası, yəni qazisi idi. Onun üçün səyahət etmək, dünyanın fərqli yerlərindəki ən böyük alimlərdən dərs almaq, öz elmini dərinləşdirmək demək idi. Yolun özü onun üçün bir universitet idi. Gəlin onun, belə deyək, elmi sivilisinə qısaca nəzər salaq.
Deməşqdə o İslamın ən mötəbər kitablarından olan Səhih Əl-Buxarini tam əzbərdən oxuyur. Fərqli şəhərlərdə dövrün ən böyük alimlərindən dərs demək üçün icazə, yəni lisenziya alır və nəhayət Hindistan da daxil olmaqla getdiyi bir neçə yerdə özü baş qazi kimi fəaliyyət göstərir. Yəni o, getdiyi yerlərdə sadəcə gəzmir, həm də öyrənir və öyrədirdi. Və bütün bunları bir araya gətirəndə, gəlin başdakı suala qaydaq. İbn Bətutəni həqiqətən də tarixin ən böyük səyyahı adlandırmaq olarmı? Gəlin rəqəmlərin özü danışsın. Sadəcə bu rəqəmə qulaq asın. 75.000 mil. Bu təxminən 120.000 kilometr deməkdir. Yəni, yerin ekvatora ətrafında 3 dəfə fırlanmaq qədər bir məsafə. Və o, bunu təyyarələr, qatarlar olmayan bir dövrdə təxminən 30 il ərzində bacarıb. Bu nə deməkdir? Bu o deməkdir ki, onun getdiyi yol bugün 44 müasir ölkənin ərazisinə əhatə edir. Və ən əsası o, hamımızın tanıdığı Marco Polo'dan düz 3 dəfə daha çox yol qət edib. Bəli, səhv eşitmədiniz, tam 3 dəfə. Bu fakt tək başına onun adının niyə tarixin ən böyükləri arasında çəkilməli olduğunu göstərir. Bütün bu inanılmaz təcrübəni, bu möhtəşəm səyahəti o bir kitabda cəmləşdirib. Rihlə. Ərəbcədən səyahət demək olan bu söz, məhz İbn Bətutənin əsəri sayəsində bütöv bir ədəbi janrın adına çevrilib. İbn Bətutənin hekayəsi əslində bizə bir şey xatırladır. Dünya həmişə kəşf edilməyi gözləyən möcüzələrlə doludur. Onun dövründə bu coğrafi bir kəşf idi. Bəs bizim dövrümüzdə, bəlkə də bizim kəşf edilməmiş ərazilərimiz, fərqli mədəniyyətlər, fərqli düşüncələr ya da hələ danışılmamış insan hekayələridir. Bəs sizcə, bizim dünyamızın hansı güşələri hələ də həqiqətən görülməyə gözləyir? İzlədiyiniz üçün təşəkkürlər.